Dəyərli sahibkarlar və iş adamı. Bu video gəzən, mobil, qoşqulu olan yaşayış obyektindən bəhs olunacaq. Heç bunu bilirdinizmi? Bugünkü təlimimizin mövzusu food truck, pop-up restoranlarından bəhs olunacaq. Yəni qoşqulu mobil restorandan bəhs olunacaq. İlk 10 məqamı var ki, bunları nəzərə alsaq və əməl etsək, həqiqətən uğurlu bir projenin sahibkarı ola bilərsiniz. Birincisi konsept və menyu. Bildiyimiz kimi orada işləyən şeflər mütləq halda 5-10 item düzəltməlidir və gələn qonaqlara pişirməlidir. Vacib məsələnin biri odur ki, signature, yəni unikal, şefa xüsusi olan, aid olan bir yeməklər çıxartmalıdır ki, bu da çox populyar olmalıdır. Konsept hətta belə onun üstündə, arabanın üstündə belə menyularla, tövsiyəm odur ki, TV olsa, menyularla daimi videosu da olsun ki, qonaqları cəlb eləyə bilsin. İkincisi, məkan və icazələr. Bildiyimiz kimi, hər hansı bir yerdə o arabanı, mobil arabanı saxlamaq üçün siz bələdiyyədən və yaxud meriyadan icazələr almalısınız. Əgər içkiniz varsa, sizin içki üçün almaq üçün sizin sertifikatınız olmalıdır. Vacib məsələlərdən gigiyena, sanitariya, yanğın təhlükəsizliyi baxımından sertifikatlar, icazələr mütləq halda olmalıdır və məkanı isə tələbələr yataqxanalarının yanında, hər hansı bir festival, şəhərciyin yanında, parkın ətrafında olsa, bu obyekt kitlən və uğurlu obyektlərdən biri olar. Avtomobil və avadanlıq. Bildiyimiz kimi, bu avtomobil tərkib hissəsi olduğuna görə, onun belə daima benzinlə təminatını yaddan çıxartmayaq. Olub bir-ikilər dostlarda, ona görə deyirəm. Avadanlıq isə bildiyimiz kimi, içində inductionlar olur, portable ovenlər olur və digər texniki baxımdan, texniki dəstəyi tətbiq olunan mallar daimi üstündə nəzarət etmək lazımdır. 4. Menyu və cost kontrol. Burada isə öncədən hər hansı bir yeməkləri, burgerləri, sandviçləri, dediyim kimi tacos belə, onları hazırladıqda onların maya dəyərini öncədən hesablamaq lazımdır ki, heç bir itkiyə və olmasın. Və mütləq halda səhərsi günün mezanplastlarını bunu yaddan çıxartmamaq lazımdır. 5. Logistika və məhsul təchizatı. Bildiyimiz kimi, bir A obyektindən B obyektinə getdiyinizdə logistikanı siz öncədən bilməlisiniz. Bunun üçün siz düzgün halda benzin sifarişini də verməlisiniz, benzininiz daim olmalıdır. İkinci bir məsələ odur ki, təchizatınız gecə ikən bir günlük tədbiri yola verdikdən sonra, fəaliyyət göstərdikdən sonra səhərsi günü mütləq halda gecə ikən sifarişlər etməlisiniz ki, sizi təchizat düzgün, keyfiyyətli və eyni stabil təchizat gətirib çıxarda bilsin.